Deməli, hər dəfə Allahın izni ilə bir sualın izahına ətraflı şəkildə baxacağıq. Mən sizə həm bunu Python dilində, həm də C dilində izahatını verməyə çalışacağam. Həsəngilin bağçasında tutumu 1000 litr olan su çəni var. Yəni 1 tonluq su çəni var. Bu çəndə başlanğıcında x litr su var. Yəni çən varsa, istifadə olunubsa, deməli içərisində müəyyən qədər də olsa su alacaq. Bu 5 litr də ola bilər, 100 litr də ola bilər. Yəni o baxır vəziyyətə. Həsən n gün ərzində hər gün ya çənə su doldurur, ya bağçanı suvarmaq üçün su istifadə edir, ya da heç nə etmir. Bu belə deyək. Məsələn, tutaq ki, 20 gün ərzində Həsən çənə su doldurur ki, 20 gün ərzində proses belə deyək də, ümumilikdə prosesi 20 gün baş verir, məsələn deyək. 20 gün ərzində bir gün çənə su doldurur, o birisi gün bağçanı suvarır, o birisi gün ümumiyyətlə heç bir iş görmür. Məsələn belə deyək də, su doldurarkən çəndəki suyun miqdarı hər dəqiqədə 3 litr artır. Ola bilər ki, borusu hansı boruyla ki su doldurur və onun təzyiqi daha çoxdur. 3 litr hər dəqiqə üzrə 3 litr ora su gəlir. Su istifadə edərkən isə deməli bunun su dolduranda suyun miqdarı hər dəqiqədə 3 litr artır. Suyu açıb bağı sulayan zaman isə 1 litr azalır. Keçdik növbəti abzasa. Həsən birinci gün, yəni burada bizə modulda D göstərilib, dəqiqə ərzində çənə su doldurur. Yəni müəyyən bir dəqiqə, məsələn, 5-ci gün və yaxud da 1-ci gün başlayıb ki, işi görməyə, 1-ci gün olsun və yaxud da 5-ci gün olsun, fərqi yoxdur. Başlayıb çənə su doldurur. Ya da deyir, çəndən sudan istifadə eləyir də, ya da bağı sulayır. Ya ola bilər ki, su da doldura bilər, sudan da istifadə eləyə bilər. Mənə burada D-nin böyükdür 0 olması deyir ki, çənə su doldurmağı göstərir. D-nin 0-dan kiçik olması şərti isə sudan istifadə etməni ifadə eləyir. Və deyir ki, D bərabərdir 0 isə həmin gün Həsənin heç nə etmədiyi bildirilir. Təbii olaraq çəndəki suyun miqdarı onun tutumunu, yəni belə deyim də, bu məsələn aspekti belə biz bir şahı götürürük çəni su doldurmağa. Ola bilər ki, mənim çənim 1000 litr su tutur, amma fikrimdən çıxıb, ya başım qarışıb, ya müəyyən səbəblərdən su aşır daşır. Onsuz da onun içərisində nə qədər mən o krantı açıq qoysam da 1000 litrdən artıq orada su qalmayacaq. Yerdə qalanlar aşıb töküləcək, qırağa dağılacaq. Deyir, o zaman biz çənə tutmadan artıq su doldurduqda artıq miqdar kənara dağılır və 0-dan aşağı boş çən düşə bilməz. Yəni çən boşalmağın qeyd olunmamalı. Yəni maksimum 0 olmalıdır. Ondan aşağı bu demək ki, çənin içərisində heç nə yoxdur. Çənin içərisində mənfi dəyər ola bilməz, mənfi su ola bilməz. Bütün bunları nəzərə alaraq n gündən sonra çəndəki suyun miqdarını müəyyən edən proqram yazın. Mən sizə ilk növbədə bunu Pythonda yazmağımı yazacağam. Sonra inşallah C-də yazarıq. Mənə nə dedi? Deyir ki, davam edirik. Mənə nə dedi? Deyir ki, çənimdə 1000 litr su var. Mən bunu T ilə ifadə edirəm. Yəni T mənim çənimdir. Okeymi? X bərabərdir int input. Hansı ki mənə baxın, burada bizə dövrə dəyər. Bəli, mənə nə deyirdi? Deyirdi ki, çəndə başlanğıcda x litr su var. Bax, bu x-imiz onu göstərir. Bir də mənə nə deyir ki? Mənə deyir ki, Həsən n gün ərzində hər gün çənə su doldurur və bir dənə də n-i daxil edirəm. N bərabərdir int input. Okeymi? Yəni həm günlərimin sayını və çəndə olan suyun miqdarını qeyd etdim. İndi mənim bir neçə gün proses davam eləyəcək deyə mən sizə demişdim ki, for dövründə for in range bu nəyi göstərir? Dövrü göstərirdi və dövrü ardıcıllığı göstərirdi. Demişdik ki, biz bunu 0-dan n-ə qədər də yaza bilərik, sadəcə n-ə qədər də yaza bilərik. Hər ikinin mahiyyəti eynidir. Elə belə də qalsın.
Bu kodun bu hissəsini mən biraz da məhvlə qısalda bilərdim. Sadəcə olaraq istəmədim fikriniz yayılsın, başınız qarışsın. Elə sizə asan olan formada deyir. Mənim səsim az gəlir uşaqlar. Xeyr müəllim, mən də Müəllim yaxşı gəlir. Xeyr müəllim, yaxşı gəlir. Davam edirik. For in range. Rahimində eşidə bilirsən? Bəli müəllim. Əla. For in range. Bizə hansı ki dedi ki, necə demişdi? Bax burada bir də məsələn sistemimizə baxaq. Deyir ki, inci gün DI dəqiqədə çənə su doldurur və ya çəndən su istifadə edir. D-nin sıfırdan böyük olma şərti çənə suyu doldurması bildirir. Yəni dəqiqədə məsələn 5-ci gün nə qədər neçə müddət o istifadə eləyib çəndən, neçə dəqiqə ərzində çənə su doldurmağın göstəricisidir. İndi gəl baxaq. Biz bir əvvəlcə D-ni daxil eləyək ki, çünki D-nin dəyər olaraq bizə konkret verməyib. Biz məcburuq onu özümüz daxil eləyək. İndi, D-ni qeyd etmədim. Tamam. İndi deyir ki, əgər D sıfırdan böyük olarsa, bizə də şərtdə demişdi ki, bu doldurmağı bildirir və onu da demişdi ki, baxırıq bax yenə məsələmizə, nə deyir? Su doldurarkən çəndəki suyun miqdarı hər dəqiqədə 3 litr artır. Sonra da deyir ki, sudan istifadə edərkən isə çəndəki suyun miqdarı hər dəqiqədə 1 litr azalır. İndi biz müsbət halda, bu deməkdir ki, biz çənə su doldururuq və çəndə mənim x qədər suyum var idi və həmin o suyun üzərinə dəqiqədə 3 litr, yəni 3-ü həmin o istifadə olunan dəqiqələrin sayına vururam. Okeymi? Əyərləri mənim çəndəki suyumun hal-hazır doldurandan sonraki o 3-ə ki vurdum, üzərinə əlavə etdim həmin o vəziyyət çəndə olan suyun, yəni 1000 litrdən çox olduğunu göstərirsə, o zaman x-i t-yə bərabər elə. Yəni çəndəki suyu bərabər elə çənin real çəksinə, real həcminə. Həcmi 1000 litrdir axı. Yəni hal-hazırda mən doldurduğum miqdar 1000 litr olsun, t bərabər olsun, x bərabər olsun t-yə. Bu mənim birinci vəziyyətim. İndi deyir ki, ikinci şərt qoymuşdu mənə. Demişdi ki, əgərləri D sıfırdan kiçik olarsa, bu çəndən suyun boşaldılmasını göstərirdi. Nə etsin? X-i bərabər etsin. Deyir axı ki, 1 litr azalır. Elə yazılmışdı da, səhv eləmirəmsə, bir də baxaq. Deyir ki, su istifadə edərkən çəndəki suyun miqdarı hər dəqiqədə 1 litr azalır. İndi mənə azalmaqla göstərirsə, o zaman belə deyim də, bu onsuz da mənfi ədəddir. Sıfırdan kiçiksə, məsələn, mənfi 5-dir. Mən bunu elə x üstəgəl d şəklində yazmağım, buradakı üstəgəl olması nəyin göstəricisidir? Onun mənfi olduğunu göstərir. Mənfi olanda onsuz da azal-azal gedəcək də, çıxa-çıxa gedəcəm. Dəyərim axı mənfidir. Bunu vurulsun 1 şəklində yaza bilərəm. Çünki 1 litr azalır. Yazmağa ehtiyac varmı uşaqlar? Biri onsuz da nəyə vursaq mənası olmur. Qalsın yoxsa silim? Mənim fərqi yox. Fərqi yox. Aysa, onda silək, kodumuzu biraz yüngülləşdirək. Bir də müəllim baxın, mən damın yazımda gözləyərdiniz. Harda yazırsan? Axırda mən bunun kodunu sizə göndərəcəm. Müəllim az qalıb. Mən də yazmışam, tamamlayım da axırıncısını yazdım. Hə, onda qoy bir dənə gözləyim, bir dənə bunu izah eləyim, sonra köçür dərsiz kodu istifadə edin. Qulaq asın uşaqlar, sonra yazarsın. Hə, əsas diqqətlə qulaq asaq, o yazmaq işini sonra icra eləyəcəyik. Deməli deyir ki, x sıfırdan kiçikdirsə, yəni bu nə deməkdir? Biz 1 litr azaltdıq axı, çənin suyunu açdıq, krampla azaltdıq 1 litr. Və o neçə dəqiqələrimizin sayını göstərir də. Azaltdıq, tutaq ki, artıq buradakı dəyər sıfırdan geriyə getdi. Məsələn, -3 göstərdi. Axı çəndə -3 qədər su ola bilməz. Bu zaman x-i, yəni çəndəki suyun miqdarını sıfıra bərabər eləyək. Yəni proqram başa düşsün ki, çəndə su qalmadı. Vəssalam. 2 nöqtə bura səhv düşdü. Vəssalam. Və print x.
ilə bizim kodumuzu run edək. Yəni x bizə artıq içindəki suyun miqdarını göstərəcək. Həmişəki kimi hər hansı bir yerdə eləyək. Gəl baxaq. Mənim tutaq ki, hal-hazırda çənimdə 950 litr suyum var və bu ümumilikdə biz nəyi daxil etdik? X-i daxil etdik də. N oldu, X oldu 950, N-i daxil edirik. Tutaq ki, 20 gün ərzində proses gedir. Tutaq ki, D-ni də 1 olaraq verirəm. Nəyə görə göstərmədi? İşləməli idi. Bir yaxda belə oldu. Bir dənə baxaq. Gəlin onda belə eləyək. Bir də dəyər olaraq fərqli dəyər verək. Deməli, bizdə dedik ki, məsələn, buna deyək 950, lap deyək 930, eləmi? X-imizi daxil etdik. N-ə 1 deyək, D-yə də 20 deyək. 990. İşlədi. Yəni, işlədi. Biz bunu mənfi dəyər olaraq da versək, yəni bir mənfi dəyər olaraq da yoxlayaq. Mənfi dəyər olanda moduldan çıxardacaq onu. D-ni onsuz da, hə də, belə çıxır. Moduldan çıxartmış olur. Yəni bizim ilk burada biz müsbət olaraq daxil etsək də n olaraq, amma mənfi dəyər olanda dəyişəcək. İndi məsələn buna deyək 900, bura 1 deyək, eləmi? Bura neçə deyək? Mənfi 2. Gördünüzmü? Azaltdı. 2 vahid 2 qədər azaltdı. Əla. Bu bizim Python kodumuz. İndi isə Mənim bir dəqiqə yazaq. onu mən göndərəcəm, qrupa göndərəcəm, baxacaqsınız. Gəlin indi biz C koduna baxaq. Çünki burada bax, mənim başlanğıc T-ni 1000 götürməyimin səbəbi o idi ki, mənim çənim 1000 litr su tuturdu. Bu belə. X-ımı daxil etməyim, məndə çəndə başlanğıcda x litr var, su var. Bu suyu daxil etdiyim, nə qədər su olduğunu, Həsən n gün ərzində hər gün çənə su doldurur, ya su boşaldır və yaxud da heç bir şey etmir. Bu mənim n-im günlərimin sayıdır. Su doldurarkən çəndəki suyun miqdarının 3 litr artması, bax burada D-ni biz ona görə daxil etdik ki, D dəqiqə ərzində, görsənmi? İnci gün D dəqiqə ərzində, yəni neçə dəqiqə ərzində bu proses baş verib. Həmin o prosesin baş verdiyi müddətdə bizim, yəni deyir ki, D-nin sıfırdan böyük olmasını təqdim etməyimiz ona görədir ki, çənə su dolur. Yəni bu mənə özü verib də şərt olaraq. Mən özümdən uydurmamışam ki. 3-ə də ona görə vurduq ki, hər dəqiqə 3 litr artır. Bu belə. Keçdik, burada iç-içə if yaranır. Deməli, dövrümüzün içərisində bir dənə iç-içə if var. Deyir ki, x-in t-dən böyük olma şərti, yəni artıq, məsələn, 20 dəqiqə ərzində hər dəqiqədə 3 litr artdı. Tutaq ki, mənim çənimdə 500 litr su var idi, məsələn deyək, və artdı. Nəticədə, əgər mənim buradan alacağım x-imin dəyəri t-dən böyük olacaqsa, bu ona göstərəcək ki, çənimin suyu daşır deməli. Deyir, onda çənin suyu daşanda sən çənin aşıb nə qədər daşsa da real çənində 1000 litr su tutur da, o qədər su qalacaq. Bu mənim if halım. Mənə burada deyir ki, D-nin sıfırdan kiçik olması sudan istifadə etməni, yəni artıq çəndən suyun boşalmasını göstərir. Və üstəgəl yazmağımız da, axı bizim dəyərimiz mənfi olaraq təqdim olunacaq. Mənfi olanda onsuz da bu azala-azala gedəcək. Çıxmaq gedəcəkdi. Ona görə bunu üstəgəl qoyduq. Onsuz da D-imiz mənfidir. Və əgərlər bu prosesdə, məsələn, o qədər getdi, dəyərim sıfırdan, x-imin son dəyəri sıfırdan kiçik hal yaranarsa, bu deməkdir ki, çənimdə su boşaldı. X-im axı çəndəki suyun miqdarını bildirirdi. Deyir onda, proqram məsələn mənfi dəyər ekrana çıxartmasın deyə, çəndə real olaraq bilir ki, mənfi dəyər ola bilməz. Biz ona görə bax bu hissəni 0 olaraq veririk. Başa düşdünüzmü indi? Bəli, müəllim. Əla. Bəli. İndi koddan C dilində bax, həmin bax bunu, bax paralel şəkildə bax üçlü ekran kimi necə eləyim ki, məsələmizdə düşsün. Bax gəlin belə eləyək. Biraz məsələmizin şərti də düşsün. Python kodumuz da düşsün. C kodumuz da düşsün. Baxın,
Bəs kiçildi. Müəllim, biz oxuyan uşaqlar və 3 dənə səhifə ilə işləyirik. Siz maşallahsınız da, sizi mən çox sevirəm. Siz supersiz. Bəs kiçildi, necə kiçildi? Ha, görünür də. Əla. Deməli, biz nə etdik? T-yə başlanğıc min olaraq verdik. Biz demişdik ki, Python C-də mütləq olaraq int min'i daxil etməliyik. Onunla başlamalıyıq. Sonra biz fiqurlu mötərizələrlə içərisində olacaq proseslərimiz. Mən nə etdim? Dedim ki, T bərabərdir 1000. Amma C-də isə int, yəni dəyişənimin tipini mütləq qeyd edirəm. Ondan sonra 1000 yazıram. Nöqtəli vergül hər dəfə, hər sətirdən sonra qoyuram ki, prosesin həmin sətr üzrə prosesin başa çatdığını proqram başa düşsün. Keçirəm növbəti sətrə. Bax, burada nə etmişəm? X-i daxil etmişəm, N-i daxil etmişəm, bir də D-ni daxil etmişəm. Eləmi? Həmin bu daxil etdiklərimi bax burada da edirəm. Yenə ədəd olaraq int tipində X-i daxil edirəm, vergül, N-i daxil edirəm, vergül və D-ni daxil edirəm. Nöqtəli vergül. Bura qədər anlaşılmayan nəsə varmı? Çünki bu sevgilidir. Bax, Python-la C-nin fərqli yanaşı yazılmağının məqsədi odur ki, bax, Python-da görsənmə, X-i ayrı yazdım, N-i ayrı yazdım. Əslində Python-da da bunu bir sətr üzrə yaza bilərdim. Map ilə yaza bilərdim. Sadəcə olaraq sizin fikriniz qarışmasın deyə, beyninizdə biraz qəlizlik yaranmasın deyə eləmədim. İndi növbəti dərslərdə bu hissələri tam çözəndən sonra inşallah, tam aydınlaşdırandan sonra özümüz üçün onu da deyəcəm sizə. Daxil etdim. Müəllim şeydir, video qeydi götürdünüz. Yox, hal-hazırda davam eləyir. Baxın, scanf scan formatted deməkdir. Yəni formatlanmanı belə deyək, yerləşdirir. Necə olacaq? Bu ifadə mənə göstərir ki, sənin daxil etdiyini formatını müəyyənləşdir. Deyirəm ki, formatını müəyyənləşdir deyir. Deməli, faiz faizdir. Bu bizdən, bu bizə demək istəyir ki, həmin bu ifadə mənim daxil etdiyim desimaldır, yəni onluq ədəddir. Onluq tam ədədin daxil olmasını göstərir və bu ifadə də, yəni x-i daxil et. İndi bunu sətr olaraq mənasını başa düşək. Bu bizim daxil edilmiş ifadənin formatını müəyyən etmək üçündür. Həmin formatı bizə verəcək faiz D funksiyası, add işarəsi. Bax, bu işarənin də adını tam olaraq dəqiq bilmirəm. Bu işarə x isə klaviaturada shift 7 düyməsini basanda bu görünür. Bizə göstərir ki, mən x-i daxil etdim. Deməli, nə edirəm? Mən x-i daxil edirəm və sən onun formatını onluq ədəd olaraq başa düş. Bax, bu onu demək istəyir. X-i üçün bunu etdim. İndi həmin bunu scanf ilə eyni prosesdir. Mən y, daha doğrusu nə idi? N idi. N üçün də eyni şeyi yazacağam. Yəni formatını müəyyənləşdir və n-i daxil et. Bu belə. İndi keçirəm davama. Hansı ki, mən burada 3 sətr yazdım. Bax, burada indi biraz sətrin 4 dənə düşdü, eybi yox. Amma burada 3 sətirdə qeyd etdim. İndi dövrümü yazmamışam. For in range n-ə qədər. Həmin bu prosesi yazıram. C-də biraz fərqimiz də olacaq ki, int mütləq qeyd etməliyəm. Biz dedik ki, for in range nəyə göstərir? 0-dan n-ə qədər. C-də isə onun başlanğıc dəyərinin 0 olduğunu təyin edirəm. Deyirəm ki, i-nin başlanğıc dəyərini 0 təyin eləm. Sonra 0-dan n-ə qədər ifadəsində necə deyirik? Yəni, n-dən kiçiksə. Deməli, i kiçikdirsə, i 0-a bərabərdir. i 0 başlanğıc dəyəri verdik. i-nin n-dən kiçik olması bizim n-ə qədər ifadəsinin yazılışıdır və i bərabərdir. Bax, bunu bu ifadə ilə də yaza bilərəm. Görürsünüzmü? Bu ifadə ilə də yaza bilərəm. Eyni şeydir. Yəni, mənası nə deməkdir? i-ni hər dəfə bir vahid artır.
Tamam mı? Biz bildik ki proqramçılar biraz tənbəl olur da. Ona görə elə üstəgəl qoyaq. Bildiniz mi bu nə deməkdir? İni 0 qiyməti verdiyim n-ə qədər 1 artır. Yəni bu yazılışın mənası odur. Sonra mötərizəmi açıram. Deyirəm ki, deməli x üçün dəyər mənimsətdim, n üçün dəyər mənimsətdim və d-min qalır. Onu da deyim ki, uşaqlar, scanf bizim bax burada yazdığımız faizdir. Niyə nə deyirəm? Bizim ədədimizin tam ədədin, onluq tam ədədin daxil edilməsi üçün göstərir ha bizə. Yəni bu indi hal-hazırda daxil edəcəyim bax bu d ilə bunun heç bir əlaqəsi yoxdur. Bu d dəyişəndir. Mən başqa dəyər verə bilərdim. D-nin yerinə başqa bir söz deyə bilərdim. Burada bizdə indi d verib təsadüfdən d göstərir. Sadəcə olaraq elə olduğu kimi də saxladım ki, siz çaşmayasınız. Yəni başa düşəsiniz ki, əslində bu dəyişəndir. Deməli, bu demək istəyir ki, mənə klaviaturadan onluq tam ədəd olan dəyişəni əlavə et. Bu yazılış onu göstərir. İndi keçirik növbəti sətrimizdə nə edirdi? If d böyükdürsə 0-dan. Bax, paralel görürsünüzmü? Sətirlər sanki bir-birini əvəzləyir. Amma biz belə deyim, Pythonda mötərizəsiz yazırdıq. Burada isə mötərizə ilə qeyd edəcəyik. Gül mötərizəni açdım, bağladım. Deyirəm ki, Müəllim, sual verə bilərəm? ver. O 2 dənə skamp yazmışsınız müəllim. Aha. O 3-cü skampı niyə alt-alta yazmadıq? Bunun içərisində, bax biz bunu harda əlavə eləmişik? Görsənmi? Dövrün içərisində. Yəni bunu niyə görə burada əlavə edirəm? Deməli, oğul, bax, məsələ nə yerdədir? Mən burada görürsənmi, x-i daxil etmişdim. X mənim suyumun miqdarı idi, çəndəki suyumun miqdarı, n mənim günümün miqdarı idi. Və d isə ola bilər ki, yəni insan robot deyil axı ki, hər gün eyni işi 20 dəqiqə ərzində görsün. Bir gün 5 dəqiqə görəcəm, bir gün 25 dəqiqə görəcəm. Baxır da, həmin gün yaranmış vəziyyətdən asılı olaraq dəyişə bilər. Ona görə də hər dəfə dəyişəcək deyə mən bunu dövrüm içərisində yazıram. Bax, ona görə bax, burada çöldə yazmışdım. Necə ki, burada da çöldə yazdım. Burada isə dövrün içərisində yazdım. Yəni məsələ burdadır. Aydın oldu mu? İndi deyirəm ki, bayaq Müəllim. d böyükdürmü 0-dan deyirəm, hə? Müəllim, Haycan. mən çıxım da yine gəldi. Baxırıq nəyə? X-ın Müəllim həddən öldürməzdən əvvəl mən Məryəmi öldürüm, sonra Burada da Çin kimə gəldi deyə. deməli x bərabərdir x üstəgəl 3 vurulsun d-yə. Bax, eyni ifadədir. Görürsünüzmü? Dəyişiklik eləmədim. Bir dənə fərqi nöqtəli virgül qoymağımdadır. Yenə də bax burada da sadəcə olaraq həmin prosesi mötərizənin içərisində yazıram. C ilə D-də belə qeyri-adi bir fərq yoxdur. Altından da yaza bilərdim. Yanaşı da yazıram. X bərabərdir T nöqtəli virgül. Gördünüzmü? Yəni mənim həmin sətr üzrə prosesim bitdi. Düşürəm. İndi biz burada elif yazırdıq. Burada isə else if. Mən demişdim ki, elə Pythonda elif elə else if'in qısaldılmış versiyasıdır. Burada elə onu eləməyiblər. Elə bunu olduğu kimi saxlayıblar. Amma C-də yəni bunu dəyişməyiblər. Amma biz bunu Pythonda else if kimi götürürük. Bu belə. Yenə də deyirəm x bərabərdir. Yəni fikir verin, hər biri üçün ayrı-ayrılıqda qoyuram da. Yəni bu şərtin içərisində bu proses icra olunsun, bu şərtin içərisində bu proses icra olunsun. X bərabərdir x üstəgəl d nöqtəli virgül. Və bunun içərisində də şərt qoyuram. Mötərizənin içərisində x kiçikdirsə 0-dan yazıram ki, x bərabərdir 0 nöqtəli virgül. Və ən sonda da sonuncudan aşağıda baxın burada yazacağam nəyi çap eləmək istəyirəmsə onu. Print f. Burada biz sadəcə print yazırıq Pythonda. C-də isə print f ilə yazacağıq. Deməli faiz d bölünsün n. Okey mi? Virgül qoyuruq x. Bu da bizim x-in daxil etdiyimizin dəyərimizi desimal olaraq versin ekrana və çap etsin. Və return 0 isə artıq
funksiyanın başa çatdığının göstəricisidir. Nə edirik? Run edirik. Görək burada bir hardasa deyəsən deyir xəta verib, yoxsa necə? 9-cu. Gəlin elə bunu da belə yazaq. Elə üstəgəl 1 kimi yazaq. Üstəgəl i üstəgəl 1 kimi. i bərabərdir i plus 1. Okay. Ekrana çıxdı. İndi nə yazaq bura? Məsələn 690. Bura yazaq 1. Burada yazaq 23. Gördünüzmü? Proqramı. Müəllimdən bu şey aşağı çəkərdiniz də buna. Nəyi? Şəklini çəkirdim ona görə. Yox, bunu elə ümumi şəkildə hər üçünün kodunun ayrı-ayrılıqda sizə göndərəcəm qrupa və baxıb öyrənərsiniz.